Qızınıza cehizlik alırsınız, bazarda qiymətlər od tutub yanır deyib şikayətlənirsiniz, keyfiyyətli yerli mal da tapa bilməyib, elə deyinə bahalı xarici malı almağa məcbur qalırsınız. Satıcılar deyir ki, gömrük rüsumları aşağı olsaydı, bu şikayətlərin çoxu olmazdı. Tekstil mallarını azı 20-30 manat daha ucuz satardılar. Tutaq ki, gəlib 85 dollara, onun çəkisi olmasa bir 5 kilo var orada. 5 kilo bir adi 6 dolar, 7 dolardan orada vurdur 7'ye, 35 manat, bunun ancaq yol pulusudur. Azadlıq Radiosunun yeni araşdırması bazardakı bu bahaçılığın səbəbini aşkara çıxarmağa çalışıb. Məlum olub ki, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailəsinə məxsus Gilan Holding ölkənin tekstil sahəsinə də nəzarət edir. Şirkətə məxsus onlarla zavodlarda xam mal istehsal olunur, tekstil malları hazırlanır. Bu malları da satmaqdan, bazarda rəqabətdə önə keçməkdən ötürü inzibati rıçaqlara əl atılır. Gilan MMC-nin 99,5%-i Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən Sahra və Şəms Al-Sahra şirkətlərinə aiddir. Bu iki şirkətə isə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğlanları Nicat və Talih Heydərovlar sahiblik edir. Azadlıq Radiosunun yeni araşdırması 300-dən çox şirkəti özündə cəmləşdirən Gilan Holdingin tekstil biznesindən bəhs edir. Araşdırma üzə çıxarıb ki, əvvəllər Kəmaləddin Heydərovun rəhbərlik elədiyi Dövlət Gömrük Komitəsi inzibati yollarla ölkəyə idxal olunan tekstil mallarına daha çox gömrük rüsumu tələb edir. 6% Tekstil mallarının idxalçısı Ramin Quliyev kiloqramına tətbiq olunan rüsumu yuvarlaqlaşdıraraq deyir ki, hardasa tekstil mallarına 36%lik rüsumu tutulur. 5000'lik mal gətirirsə, onun nə qədər rüsum kimi ödürsünüz? Hardasa belə götürək də, 1500-1600. Maraqlı məqamlardan biri odur ki, ölkəyə idxal olunan ev tekstili və geyimlərin gömrük rüsumu eynidir. Lakin qanunvericilikdən fərqli olaraq, idxalçılardan ev tekstilinə görə 2 dəfə daha çox rüsum tutulur. Gömrük Komitəsi qanunvericilik və gerçəkdəki bu fərqi aydınlatmaqdan ötürü Azadlıq Radiosunun göndərdiyi sualları cavabsız qoyub. Müstəqil ekspertlər bunu tekstil sahəsinin inhisarı ilə izah edirlər. Düzdür, Kəmaləddin Heydərov daha Gömrük Komitəsinin rəhbəri olmasa da, bu sahənin hələ də onun nəzarətində olduğunu iddia edənlər var. Elə adının çəkilməsini istəməyən tekstil idxalçısı da deyir ki, Gilan tekstil biznesinə girişəndən sonra iş adamlarının qarşısına xaricdən gətirdikləri malın yarısı qədər Gilanın istehsal elədiyi malları almaq öhdəliyi qoyulub. Düzdür, sonradan bu öhdəlik ləğv olunsa da, idxalçılardan yüksək məbləğdə gömrük rüsumu tutulması hələ də davam edir. Elə alıcılar da, satıcılar da deyir ki, yerli istehsal olan tekstilin keyfiyyəti xarici ilə müqayisədə qat-qat aşağıdır. İnzibati yollarla nə qədər çalışsalar da xarici tekstil mallar daha baha satılsın ki, bəlkə onda alıcılar yerli mal alar, amma alıcılar baha da olsa keyfiyyətli mal almağı daha üstün tuturlar. Keyfiyyətlidir ona görə. Buranın yorğanı alırsan, özümüzə adi alırıq. Aparırsan, qırağı sökükdür. Onun üçün nəyə cehiz verəsən? Gilan Holding tekstil biznesini inkişaf elətdirmək üçün yalnız bazara inzibati müdaxilələr eləmir, həm də dövlətin güzəştlərindən geninə boluna istifadə edir. Azadlıq Radiosunu əldə elədiyi sənədlər üzə çıxarıb ki, Mingəçevirdə yaradılan sənaye parkı da Gilan Holdingə məxsusdur. 2015-ci ildə Mingəçevir Toxuculuq Cəmiyyətinin yerləşdiyi torpaq sahəsində yaradılan sənaye parkının salınmasına 60 milyon manat, avadanlıq və dəzgahların alınmasına 150 milyon ABŞ dollarından çox investisiya qoyulacağı bildirilirdi. Dövlətin maliyyə dəstəyi ilə zavodlar qurulandan sonra şirkətlər üstəlik 7 il vergidən də azad edilirdi. Azərbaycan Prezidenti İlham Əliyev bu sənaye parkının regionda iqtisadiyyatın inkişafına dəstək olacağını da vurğulamışdı. Mingəçevir Sənaye Parkının yaradılması ilə bağlı keçən il mən fərman imzalamışam. Müəyyən vəsait ayrılıbdır ki, bu ərazidə təmizlik işləri aparılsın və artıq bütün hazırlıq işləri görülüb və bugün biz bu böyük, geniş miqyaslı layihəyə start veririk. Özəlliklə böhrandan sonra bəzi gömrük rüsumları artırılıb. Hökumət bu addımını ölkənin idxaldan asılılığını azaltmaqla izah edir. Müstəqil ekspertlər isə düşünürlər ki, idxalı azaltmaq üçün rüsumları artırmaq əvəzinə hər kəsə bərabər imkanlar yaradılmalıdır. Hökumətə təmsil olunanların bizneslərini inkişaf elətdirmək üçün şərait yox.
Gilan Holdingin Mingəçevirdən başqa Sumqayıtda da tekstil parkı var. Burada parça toxuma, pambıq təmizləmə, boyama və tikiş fabriklərinə ibarət tekstil müəssisələri yerləşir. Bu zavodların tikintisində və avadanlıqların alınmasında ucuz dövlət kreditlərindən istifadə olunub. Gilan Holdingə məxsus MKT İstehsal Kommersiya şirkəti ölkədəki 14 pambıq təmizləmə zavoduna nəzarət edir. Pambıq istehsalını stimullaşdırmaqdan ötürü ötən ildən dövlət subsidiyaları ayrılır. Beləcə, xam malın istehsalı üçün dövlət başçısı səviyyəsində imkanlar yaradılır, nazirin ailəsinə məxsus holding bu sahədə şirkət açır, pambıq təmizləmədən tutmuş, son məhsulun istehsalına dək bütün tekstil sənayesinə nəzarəti ələ keçirir, dövlətin vəsaiti və güzəştli kreditlər hesabına məhsul istehsal edir. Bazarda öz istehsal etdiyi məhsula tələbatı artırmaq üçün xarici malların qiymətinin artmasına can atır. Burada itirənsə bir malı daha baha alan vətəndaş olur.